Şükür qəlbin səcdəsidir. Biz fizioloji baxımdan ibadət etməklə Rəbbimizə səcdə ediriksə, amma şükür isə qəlbin yaradana səcdəsidir. Məsələn, biri sənə bir yaxşılıq eləyəndə necə ona çox sağ ol deyirsən, Allah razı olsun, Allah atvanua, balalarva. Qəlbindən gələn də dünyasını dəyişibsə rəhmət deyirsən, sağdılarsa dualar eləyirsən, ona necə təşəkkür eləyirsən? Yaradanın insana verdiyi nemətlərin qarşısında şükrü qəlbin Rəbbə səcdəsi anlamını daşıyır. Allah verdiyinə razı olan heç kimin verdiyinə möhtac qalmaz. Bu sözləri yadınızda saxlayın. Əgər sən Allahın verdiyi ilə razılaşırsansa, heç vaxt kiməsə möhtac olmazsan. O möhtac olan insanlar Allahın verdiyi ilə razılaşmayan ya verdiyinə şükrünü layiqincə yerinə yetirməyən insanlardır.